1000 ildir şövqlə cəmaat ya Əbəlfəz deyir. Bunun bir sirri var da yəqin. 1000 ildən çoxdur. Onun hərəmi də ayrı oldu. Onun hərəmi İmam Hüseynin hərəmindən ayrıdır. Onun adı o qədər əzəmətlidir ki, 2 gündür. Bir Aşura, bir Tasua. Aşura İmam Hüseynin günüdür, Tasua Əbəlfəzin. Həqiqətən heyrətdə düşür adam. Adam heyrətə düşür ki, bu kişi getdi, belə necə oldu? Hər yerdə qoşalaşıb, hərəmlər olub Beynül Hərəmeyn, Hərəmeyn 2 hərəm deməkdir. Kərbəlada imam şəhid olub, 2 dənə hərəm yaranıb. Gəlib imamın işinə şərik olub bu qədər. Çox görməli bir yerdir. Görsən zəvvarlar gəlir, deyir, hardan gəlir, hansı hərəmlə? O deyir, Əbəlfəz ağanın hərəmlə getmişdir. Bu deyir, İmam Hüseyin ağa. Halları ifadə eləmək olmur. Görün, hara gedib ucalıb ki, hərəmi gəlib məhsumun yanında qərar tutub. Zəvvarlar ora ayrıca gedir, bura ayrıca. Böyle şey deyil.